Salam, xoş gördük dəyərli Cəbhə TV izləyiciləri. Canlı yayında salamlayıram hər birinizi. Həftənin ilk iş günüdür. Hər birinizə uğurlu iş həftəsi arzulayıram. İstirahətdə olanlara da xoş istirahətlər arzulayıram. Adəti üzrə bir siyasi gündəmi müzakirə edəcəyik. Bu gün studiyamın qonağı Milli Dirçəlik Hərəkatı Partiyasının sədri istiqlaltı deputat Fərəz Quliyevdir. Fərəz bəy, xoş gəlmisiniz, salamlayıram. Xoş gördük bəy, sağ olun. Fərəz bəy, son 2 gündür Rusiyanın Türkiyəyə qarşı bir hücum əməliyyatı var. Türkiyəyə qarşı gəlmə konkret Türkiyə üzərindən deyil, Ukraynada yerləşən Odessa dəniz limanında Türkiyəyə məxsus bir yük gəmisini vurdu. Xatırlayarsınız, Türkiyə ilə Rusiyanın ilk qarşı durması, yəni istəyəndə son dövrlərin ilk qarşı durması Suriyada olmuşdu. Türkiyə Rusiyaya məxsus hərbi helikopteri vurmuşdu. Təbii ki, sərhədləri pozduğuna görə vurmuşdu. Bunun açıqlaması da verilmişdi. Tabii ki, iki ölkə arasında ciddi bir qalmaqala səbəb oldu və nəticə etibarıyla 1-2 ildən də çox davam edən bir müzakirə, bir qarşı durma oldu və sonradan müəyyən qədər məsələlər həll olundu və barışdılar. Hətta Türkiyə böyük bir jest olaraq Rusiyaya qarşı olan sanksiyalara qoşulmayıb, faktiki gedən müharibə, iqtisadi, siyasi əməkdaşlıqlarını davam edir. Bəs Rusiya niyə vurdu gəmini? Baxın bəy, burada çox maraqlı nüanslar vardır. Çünki əvvəla Türkiyə ilə Rusiya arasındakı münasibətlər bu cür dostluq münasibətləri kimi görünür. Məhz görünür, amma deyil. Çünki altyapıda siz dediyiniz kimi o çəkişmələr, tartışmalar vardı və mövqe uğrunda savaş həm sahədə, həm diplomatik sahədə müəyyən kritik nöqtələrdə, Qaradənizdə ya Suriyada, başqa yerlərdə Türkiyə ilə Rusiyanın ciddi şəkildə bölüşə bilmədiyi məsələlər var. Sadəcə Rusiyanın bugünkü vəziyyəti elədir ki, Türkiyə başqa dillə danışa bilmir və qarşısında mücadilə məqamında çəkilmək məcburiyyətində qalır. Çalışır ki, Türkiyənin daha çox at gedişini, onun müttəfiqləri ətrafında olanlarla vurmağa çalışır. Mən məsələn işarə edirəm nəyə? Ta ki, Türkiyəni bir vaxtlar Ege dənizə sıxışdırıb, orada həbs eləmək istəyirdilər. İstəyirdilər ki, Kipr vasitəsilə bu iş həyata keçsinlər. Rusiyanın da xüsusi burada əli var idi və müəyyən məsələlərdə dəstək verir. Amma o koalisiya dağıldı, altılıq yaratmışlar Türkiyəyə qarşı. Türkiyə o məngənəni qırıb ata bildi, kənara qoya bildi. Suriyada baş verən hadisələrdə siz bayaq toxundunuz. Orada da mövqelərini kifayət qədər itiribdi. Artıq Rusiya Orta Asiyada mövqelərini tamamilə deyək ki, təhvil verib Türkiyəyə. Artıq Türkiyə Türk Dövlətlər Təşkilatında lider dövlət olduğuna görə burada aparıcı dövlət olaraq Türkiyə uduzur mövqeləri. Qafqazlarda da vəziyyəti kifayət qədər. Bu əgər deyək ki, oyunu götürsək, soyuq müharibəni uduzubdur. Çünki Azərbaycan artıq orada Qarabağ məsələsini həll eləməklə Rusiyanın yaratdığı problemi çözübdür və burada bastırılmış minanı söküb çıxarıbdır, zərərsizləşdiribdir. Bu da ona sərf eləmir. Artıq Ermənistan özünün Türkiyəyə qarşı jestləri, hətta Azərbaycana neft satışına bağlı müraciətləri, danışıqlar gedir. Gürcüstan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması, bütün bunlar onu çox ciddi şəkildə narahat edir. Çünki bölgə oyunçusu olaraq Türkiyə artıq super güc kimi özünü aparır ki, Türkiyə artıq çoxdan mən hesab edirəm ki, o güclərin bərabər bölgədə söz sahibidir ən azından. Bu Rusiyanı ciddi şəkildə narahat edir. Məsələn, biri budur. İkinci bir tərəfdən son vaxtlar görürsünüz, Suriyanın prezidenti deməli Ruslarla görüşəndən sonra Suriyada olan bazasının qalma məsələsi də danışıldı və belə məqamda da Türkiyə artıq Suriya ərazisinə daxil olandan sonra Ruslar çox ciddi şəkildə narahat olurlar. Yəni onlar status quo-nu dəyişmək istəyirlər öz xeyirlərini, amma bu onlar üçün onlara imkan verilməyəcək. Bunu anlayırlar, başa düşürlər. Ona görə Türkiyəni biraz hədələmək, Türkiyə biraz yerin göstərmək məsələsi vardır. Üstəlik Türkiyə bütün gedişat boyunca, elə Azərbaycanda Ukrayna humanitar yardım göstəribdir və Ukraynanın ərazi bütövlüyünü tanıyıbdır və Krımda daxil olmaqla. Bu da bir amildir. Danışıqlar prosesində isə, son danışıqlar prosesində isə Türkiyə yenə də Ukraynanın istəklərinin önə çatmaq və beynəlxalq qanunlara, ərazi bütövlüyünə hörmət etmə məsələlərini ortaya qoyur. Bu da Rusiya sərf eləmir. Əslində Rusiya görür ki, danışıqlar məsələsi, Trampın ortaya qoyduğu məsələ öləziyir. Türkiyə ortada daha çox güclü görsünə bilər və təzyiq edə bilər. Bu başdan Türkiyənin müəyyən məsələlərdə sıxışdırmaqla ən azı neytrallıqla nail olması. Bu da məsələnin bir başqa tərəfidir. Digər ciddi məsələlərdən birisi Çin amilidir. Əslində bu barışın baş tutmamasında Ukrayna-Rusiya müharibəsində Çinin çox ciddi şəkildə iştirakı var. Bu bəzən nəzərdən qaçır icmalçılar tərəfindən də ümumiyyətlə. Yəni Çin barışıq istəmir. İstəmir, təbii istəmir.
Baxın, Amerikanlar Kremlə gedəndə danışıqlar, ondan bir gün əvvəl Çinin yüksək rütbəli məmuru oradaydı və danışıqlarla bağlı Ruslarla danışırdı. Bu sülh məsələsinə bağlı olaraq və onları təhrik elədi ki, sülh müqaviləsinə imza qoymaq olmaz. O 28 bəndin özü hətta həyata keçsə belə lazım deyil. Rusiya bunun sözündən niyə çıxa bilmir? Çünki bütün dəstəyi ondan alır. Artıq ki, bütün iqtisadi asıllığı Əgər Çin onun arxasından çəkilərsə, Rusiya çox qısa zamanda çökə bilər. Bəs Çinin burada məqsədi nədir? Müharibə uzansın. Bəziləri hesab edirlər ki, yox, bu uzanmasına Çin maraqlı olmaz falan. Elə deyil. Çin Rusiyanın qalib gəlməsini istəmir. Müharibənin dayanması Rusiyanın güclü qalması deməkdir. Ən az indiki gücündə qalması deməkdir. Müharibənin uzanması Rusiyanın daha da zəifləməsi deməkdir. Bu gün Çinə Rusiyanın daha da zəifləməsi lazımdır. Çünki məşhur Pekin müqaviləsindən sonra Rusiyanın şərq hissəsində 400 min kvadrat kilometr ərazi Çinə verilib. Evet. Bu gün 7 milyon kvadrat kilometr ərazi demək olar ki, cəmi cümlətanı Rusun 50 min əskərinin öhdəsində qalıb. Şərq cəbhəsindəki bütün ordu hissələri qəribə gətirildi. Ukraynanın döyüşləri gətirildi. Çin bunları yıprada bütün ordusunu buradan çəkməsi, buranın onsuz da Çin iqtisad ayağını qoyubdur Rusiya, daxil olubdur. Bütün bazarlar Çinlərindədir. Tədricən də oranı mənimsəmək istəyir, əraziləri geri götürmək istəyir. Baxın, burada bir dənə maraqlı məqam var. Niyə Amerikan tez qurtarmaq istəyir müharibəni, Çin uzatmaq istəyir? Bax, bu məqamı Amerikanlar görürlər və onun uzanmasını istəmirlər. Amerikada Çinin güclənməyini istəyir. Təbii, və istəyirlər ki, Rusiya onlar istədiyi həddə zəiflasın. Onun aşağı həddə yox ki, Çin onun üzərinə gələ bilsin. Və elə bir məqam yaransın ki, Çinlə Rusiya müttəfiq olmasınlar. Bu hədələrdə hiss eləsin. Bu incə savaşın son mərhələsi gedir orada. Bu məqamda Rusiyanın Türkiyə qarşı belə qıcıq göstərməsi səbəblərinin birisi də Çin təhriki məsələsi var burada ortada. Və mən fikrim tamam. Sonuncu olaraq da dənizlər məsələsində Qara dənizdə Türkiyənin başqa dövlətlərdən fərqli olaraq böyük hüquqi üstünlükləri var. Müəyyən müqavilələr təsbit olunubdur. Rusiya ki, lokal şəkildə Donbas tutulması və dənizlərə çıxışların əldə edilməsi məsələsini ortaya qoyubdur. Çalışır ki, Ukraynanı əgər bu vəziyyətdə status quo-da məğlub edərsə və yaxud da atəşkəsə sülh olarsa, dənizlərdə Türkiyə tək sahib olmasın. Bu başdan bu məsələlərdə prinsiplərini davam edir. Yəni, bütün bu kompleks yanaşma Rusiyanın Türkiyə olan bu son hadisələrini əsaslandıran məsələlərdə. O başqa məsələdir ki, Rusiya açıq şəkildə münaqişə girmək, yaxud da böyük mənada girmək məsələsində çəkinir Türkiyədən. Türkiyədə məsələ aqressiv cavab vermir ona görə ki, elə bir məqam çatıbdır ki, Trump təklifləri ki, uğursuzluğa məruz qalır. Türkiyənin bu məsələdə vasitəçilik missiyasında ciddi qapılar açsa bilər. Çünki Ukrayna daha çox eşidir. Türkiyə nəinki Qərbi və yaxud da Amerikanın və Rusiya özü də müəyyən məqamlarda Türkiyənin hesablaşdırır. Təxmini bir mənzərə budur. Fərid bəy, gəlmişsə Türkiyədən öncə də Azərbaycana qarşı Rusiyanın belə bir hərəkətləri oldu. Bizim 2 dəfə Ukraynada olan səfirliyimizin bir dəfə biraz uzağa düşsə də, ikinci dəfə vurduqları atdıqları raket səfirliyin binasına da ciddi zərərlər yetirmişdi. Yəni düz yaxına düşmüşdü. Bu günlərdə isə bizim Ukraynadakı diaspor nümayəndəliyi vurulub Rusiya tərəfindən. Azərbaycana nə mesaj verir Rusiya? Baxın, oxşar mənzərədir təbii ki. Rusiya, Azərbaycan, Türkiyə tandem kimi baxır. Və əslində Azərbaycan siyasətində Türkiyə amilini kənara qoymur. Və başa düşür ki, əgər Azərbaycana qarşı hər hansı bir formada siyasət formalaşdıracaqsa, Türkiyə amili nəzərə alınmadan bu siyasət yürüyə bilməz. Çünki bütün hallarda Türkiyə və Azərbaycan birlikdə xarici siyasətini müəyyənləşdirib, bunu açıq şəkildə bəyan edirlər. Çox doğru da bir yanaşmadır. Təbii. Yəni mən Azərbaycan dövlətinin xarici siyasəti və hərbi siyasətini həmişə müdafiə eləmişəm, dəstəkləmişəm və alqışlayıram bu gündən Çox möhtəşəmdir, mən də. Daxili siyasətdə təbii çox ciddi qüsurlar vardır və bunu həmişə bildirirəm və müxalifətin işi də budur ki, bildirsin və hakimiyyətdən mütləq nəzərə alsın. Amma xarici siyasətimizdən hərbi siyasətimiz, xüsusən koordinasiya olunmuş bu siyasət Türk Dövlətlər Təşkilatı daxilində çox uğurludur, möhtəşəmdir və həyat da göstərdi ki, bu siyasət Azərbaycanı xilas edə bilər. Biz yanılmamışıq ki, mən bir 30 il əvvəl bu məsələni
qaldırmışdım, üstündən danışmışıq. Mən Yeni Dünya Düzən Siyasətlərdə yer verir o kitabında. Bu transkontinental Turan blokunu modelləşdirmişdim. Mən də özümü çox bilmiş, uzaq görən kimi göstərmə fikri ilə demirəm. Yəni proqnozlarımız, əsaslandırmalarımız və verdiyimiz təkliflər bu günlər gerçəyə çevirir ki, mən ziyadəsilə məmnunam bu vəziyyətdən, o mənada deyirəm. Bu xarici siyasət Rusiya tərəfində də nəzərə alınır ki, bunlar tandemdirlər. Bir məsələn bu, yəni bərabər olaraq təzyiq edir. İkinci bir tərəfdən. Bir neçə gün əvvəl bizim diaspora nümayəndələrini yenə də həbs elədilər, Rusiyada incitdilər falan, xatırlayırsınız. Orada fizikal mənada incitdilər, əli çatır eləyir. Orada isə əli çatmır. O formada diasporaya zərbə vurur bizdə. Yəni Azərbaycanın diaspora siyasətinə zərbə vurmaq. Bu həm də dolayısıyla bizim Rusiyada olan diasporamızın sıxışdırılacağına, Azərbaycan özünü yaxşı aparmasa qovulacağına, Azərbaycanda bir gərginlik yaratmaqda bu amildən istifadə edəcəyinə işarələrdən biri budur. İkinci bir tərəfdən Azərbaycan ki, hətta Ermənistanla bu günləri neft satışına bağlı söhbətlər edir. Bu neft məsələsinə bağlı əvvəl Sokarın yerlərinə vurmuşdu Ukraynada Azərbaycan, doğru mu? Ukrayna sərhədində bizim qaz kollektorini vurdular. Vurdular. İndi də bu amil onu göstərir ki, onlar işarə eləməklər ki, bizim müttəfiqimizdən, qoltuqaltı dövlətimizdən, bizim farpostumuzdan işimiz olmasın. Axı neft Azərbaycanla ticarət olarsa, burada iqtisadi təsir açacaqlarının böyük bir hissi Rusiyanın əlindən çıxır. Yəni indi artıq Ermənistan Azərbaycan danışıqlarından o amil müzakirə olunur ki, deməli bu neftin alınmasında qiymət məsələsində hansından alanda daha sərfəli olur. Təbii ki, Azərbaycan almaq daha sərfəli olacaqdır. Həm də buna görə işarə edir ki, biraz sən artıq addımlar atırsan. Üstəlik, Zəngəzur məsələsində, dəhliz məsələsində Rusiyanın kənarda qalması məsələsi vardı. Yenə narahat məsələlərdən işarə edir ki, mən bölgədə oyunçulardan biriyəm, mən nəzərə almaq lazımdır. Hərbi gücüm vardı, həss elə bilərəm və s. Yeri gəlmişkən, biz bu mövzuya yəqin toxunacaq, yoxsa toxunacaq bilmirəm. Ki, bizə ki, bu bizim Rusiyada yaşayan 3 milyondan çox əhalimizlə ki, təzyiq edirlər. Azərbaycan bunun bir antizəhərini tapmalıdır. Panzəhərini tapmalıdır. O panzəhər nədən ibarətdir? Mən bir dəfə parlamentdə çoxdan, 10-15 il əvvəl təklif eləmişdim bir model. Demişdim ki, Azərbaycan neft fondunun pullarını Avropada Azərbaycan tərəfi deyəsən 4% ilə işlətməyə verirdi. 4%. Mən o vaxt təklif eləmişdim ki, pulu Azərbaycanlılara 4% ilə işlətməyə vermək lazımdır. Və təklif eləmişdim ki, Azərbaycanda əsgərlikdən qayıdan uşaqların hər birinə kənddə yaxud da şəhərdə olmalı. Şəhərdə olanlara 1-2 sot, kənddə olanlara böyük miqdarda torpaq sahəsi vermək lazımdır və 4%-dən kredit vermək lazımdır ki, mənzil tiksinlər. Bu nəyə həll edəcəkdi? Həm insanlar yerə bağlanacaqlar torpağına, həm mənzil məsələsi həll olunacaqdı. Həm də onlara kredit verəndə kiçik sahibkarlıq inkişaf edəcəkdi, iş yeri açacaqdılar. Hər kəs 3-4 nəfəri işə cəlb edəcəkdi, işçilik aradan qalxacaqdı və o insanlar ki, Rusiyaya gedənlər qayıda bilsəydilər və yaxud da daha getməsəydilər, bəlkə biraz qəribə gələcək. Azərbaycanda 3 milyon gənc oğlan gedibsə, burada 3 milyon qızımız artıq ailə qurmaq imkanından məhrum oldu. Onlar bura qayıdandan sonra ailə qurmaq. Təbii, baxın ki, təsəvvür edin, vəziyyətimiz o qədər bu məsələdə yaxşı deyil. 10-15 il bəlkə doğumdan indi müqayisə olanda azalma vardır. Bu çox pis göstəricidir və yeri gəlmişkən bu məsələyə də ayrıca bir mövzudur. Buna diqqət etməlidir. Verilişlərimizin birində də. Yəni biz danışarıq, amma dövlət də buna diqqət etməlidir. İndi mən bu verdiyim o təklifi biraz redaktə eləmək istəyirəm. Nə? Məncə, indi ki, biz torpaqları azad eləmişik, orada olan 3 milyon insanımız bura qaytarmaq və bir vaxtları komsomol briqadaları təşkil edirlər. Gedirlər Baykalamurda, xatırlayırsınız, orada Baykalamur magistrala tikirdirlər, ya Rusiyada gedib işləyirdilər falan. Əhali çıxıb gedirdi, orada böyle pul verirdilər və onlar da orada şəhərdə sonra qaldarır elə. Rusiya vətəndaşı çevrirdilər. Biz o insanlarımıza aşağı faizlə 4% yoxsa daha aşağı, bəlkə bəzi məqamlarda daha güzəştli kredit verməklə və yaxud da yaxşı pul verməklə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə kütləvi şəkildə bu insanların gəlib işləməsinə, özünə şərait qurmasına, Azərbaycanın orada yaradacağı sənaye məsələlərini, ya kəndlərin şəhərlərin salınmasına cəlb eləməyimiz lazımdır. Onlar bir vaxt təzyiq altında kütləvi şəkildə bura gəlməsi yox,
yumuşaq halda bura qayıtmağı təbliğ lazım. Belə bir oxşar praktika Qazaxıstanda var. Qazaxıstan Ruslarla daha çox məskunlaşmış şimal bölgələrində demoqrafik dəyişiklik, əhalinin say tərkibini dəyişmək üçün Qazaxlara, xaricdə yaşayan Qazaxlara çox böyük güzəştlər. Onlara torpaq, hətta onlara kənd təsərrüfatı heyvanlara at falan verdi. Böyük də kredit müddəti. Adamlar gəldilər, məskunlaşdılar və orada artıq demoqrafik şərtlər dəyişdi orada. Biz onu mütləq şəkildə nəzərə almalıyıq. Rusiya məsələsinə qayıtmaq istəyirəm. Rusiyanın Azərbaycanla bağlı elədikləri hücumları və kifayət qədər müzakirələri bizdə elə son olaraq Ramiz Mehdiyev məsələsində də bu məsələ gündəmə gəlmişdi. Rusiya layihəsi, Milli Şura və Ramiz Mehdiyev işi ilə bağlı hələ də o proses gedir, istintaq müddəti gedir. Rusiya hər tərəfli hücuma keçib onda belə görsənəcək. Azərbaycanla bağlı nə planlar var? Tutaq ki, məsəl üçün Mehdiyev işi aşkara çıxdı, həbs olundu. Bitdi mi bununla? Rusiya burada bu məsələlərdə özünün böyük institutlaşmış siyasəti var. Heç vaxt İran və Rusiya Azərbaycanın güclü olmasına maraqlı olmayacaq. Bunu bir dəfəlik bilmək lazım. 200 əvvəlki müqavilə, Türkmənistan Gürcüstan müqavilələrindən sonra Azərbaycan düşdü vəziyyət. Onlar üçün ən ədalətli, onlar üçün daha uyğun olan status quo idi. Düzdür, indi o müqavilədən sonra bir tərəfdə Azərbaycan özünün müstəqilliyini qazanıbdı və respublika şəkildə vardı və əslində mən bunu 2010-cu ildə parlamentdə məsələ qaldırdım. İlk çıxışım Türkmənistan müqaviləsinin qüvvədən düşdüyünü bəyan eləmək olubdu. Çünki tərəflərdən biri artıq şimal tərəfdə öz ölkəsini qurubdur. Müstəqillik əldə edibdir. Yəni bir tərəf yoxdursa artıq müqavilədə qüvvədən düşür. Üstəlik də Helsinki konvensiyasında əsaslanırım ki, hər hansı bir dövlət Helsinki konvensiyasında vardır ki, işğala qalan, məruz qalan dövlət onu işğal edən dövlətin təhdidlərini daşımır. Yəni biz o təhdidləri daşımırıq. İşğala qalmış dövlət olmuş. Doğru mu? Yəni bunu nə üçün deyirəm? Yəni Rusiya və İran mövcud status quo ilə Azərbaycan güclənməsinə maraqlıdır. Amma Azərbaycanda güclənməkdə davam edir. Bu onlara sərf eləmir və Azərbaycanda bütün rıçaqlardan hibrid müharibə apardı. Hər şeydən istifadə edirlər. Mediası, mətbuatı bütün günü Azərbaycan əleyhinə işləyirmi? Öz başına mı işləyir? Əgər direktiv olmasa Kremldən, onlar bunu elə bilirlər mi? Elə bilməzlər. Burada müəyyən evlərin, onların mədəniyyət evlərin falanları tatdılar, bağladılar falan. Orada casus şəbəkələri işləyirlər. Şəbəkələr ortadadır mı? Ortadadır. Rusiya bayraqlarından imişdə ya başqa yerlərdə bulvara çıxdılar. Bulvara çıxdı. Bu nə deməkdir? Yəni həm də o imişdə qocalar çıxmışdılar. O SSR-in görmüşlər. Burada gənclər, bu çox maraqlı bir məsələdir. Və bu gənclərin bura çıxması bu yaxınlarda Putinin bir direktivi oldu. Sənədi imzaladı. Onları 5-ci kolonlarına dəstək verməklə bağlı olaraq bu yaxınlarda bir direktiv verdi. Deməli bunlar indi bunu üzə çıxartdı. Altyapıda burada olan 5-ci kolona ciddi şəkildə mali imkanları vermək haqqında həmişə düşüncələri və reallaşdırıblar. Artıq maskalar cırıldığından bunu direktiv şəkildə, sərəncam şəkildə ortaya qoydular. Və biz ki deyirdik 2013-cü ildə mən bunu çizib söhbət elədik. Milyarder fond yaratmışlar ki, Milli Şuranı Azərbaycandakı 5-ci kolonu maliyyələşdirsin. O vaxtda olan bir projedir. Rusiya bu məsələlərdən əl çəkməyəcək. Ona görə biz Azərbaycanda bir çox tədbirləri bir şəkildə görməliyik. Azərbaycanda Rusiya bağlı olan qüvvələr araşdırılmalıdır. Onlar zərərsizləşdirilməlidir. Rusiyanın münasibətlərdə aşağıdan yuxarı yetişdirmə bir mərhələsi var. Bir vaxtlar Sovet dönəmində Oktyabryat, Pioner, Komsomol, Komünist yetişdirirdilər. İndi Azərbaycanda Rus məktəblərində yavaş-yavaş insanları zombiləşdirə Azərbaycan düşüncəsini qafasında bir zombiləşdirmə mərhələsi gedir. Kimin xoşuna gəlir, gəlsin, gəlməsin. Azərbaycanda 300-dən çox, 300 minə qədər Rus var deyəsən, 300-dən çox məktəb var. Rus məktəbi vardır. Onlar özəl məktəblər olmalı, dövlət mali ayırmalı deyil onları. Özləri istəyirlərsə, öz hesablarını oxuya bilərlər. Azərbaycanlılar necə 3 milyon adam... Bu şəbəkə onu təşkil edir. Ola bilər, ola bilər. Çünki baxın, hər dəfə Ruslar bura görüşə gələndə, yaxud da bizimkilər Rusiya görüşə gələndə, ilk söhbətləri Rus dilində münasibət, Rus mədəniyyətinə münasibət və həmişə də fəxrlə də belə deyirlər, Azərbaycanda Rusiya münasibət belədir, Rus dilində münasibət belədir. Hətta Orta Asiya Respublikasında artıq bu məsələyə çox ciddi şəkildə baxırlar. Yəni Rus məktəbləri yığışdırılıb, Rus dilində danışmaq yığışdırılır falan, xüsusi üstünlük verilmir. Yəni bu məsələdə bu Azərbaycandakı şəbəkələrin ifşa olunma məsələsində stop eləmək olmaz, dayanmaq olmaz. Üstəlik də mən hesab edirəm ki, keçmiş KKB Rus kəşfiyyatından söhbət gedir.
təhlükəsizlik xidmətindən söhbət gedir. Əməkdaşlıq eləyənlər təbii ki, indi bizdə bir qisminin siyasi vardır, bir qisminin yoxdur. Bunların iş başında olanları işdən dərhal kənarlaşdırmaq lazım. Mən demirəm cəzalandırılsın. Bunlara kütləvi şəkildə bəlkə bir amnistiya verilə bilər bu şərtlə ki, gəl özün etirafçı ol. Heç dövlət bilmir, deyir ki, mən falan vaxt mənim bu məsələdə cəlb edibdilər və əməkdaşlıq eləmişəm. İndi dövlətin vardı, etiraf edirlər. Məsələn, PKK məsələsində necə etirafçılar var, gəlirdilər, uzun müddət cinayət törətməsi baxmayaraq bunları əfv edirdilər. Və ondan sonra dövlət başında bu məsələləri idarə edən adamlar varsa, onlar mütəkkərləşdirməlidir. Bütün sahələrdə çox ciddi şəkildə bu məsələ nəzərə alınmalıdır. Yəni demək istəyirsiniz, Ramiz Mehdiyev işi ilə bağlı gedən araşdırmalar məsələlər Rusiyanın təsir dairəsində olan qüvvələrdən də 5-ci kolondan məsələsindən indi həbs olunanlar var, Əli Kərimlər həbs olundu, Milli Şuranın üzv rəhbərlərinin Gültəc Nazibəyli Türkiyədədir. Amma bundan bitməməlidir, daha davamlı olmalıdır, daha kimlər həbs olmalıdır? Bu günün işi deyil axı, mən sizdən keçən də danışdım dedim. 2013-cü ildə bu Milli Şura dövlət çevriş etmək istəyəndə, o indi o söhbətə bir daha detaldan qayıtmaq istəmirəm. Biz dövlətə məlumat verdik. Adamımız Moskvadan gəldi, Əmirxan müəllim bəli, o izahat verdi və baş prokuror Mavin Usubovla görüş oldu. İş açıldı, heç bir iş görülmədi. Mən parlamentdə dəfələrlə məsələ qaldırdım. Göz üstə qaşım var deyən olmadı çünki Rus şəbəkəsi orada oturmuşdu. Bu gün də o iş bu cür işi deyil. Bəli, bəli. Bu gün də çox ciddi şəkildə bu məsələlər aydınlaşdırılmalıdır. Kim nə məqsədindən bu işlərə əl qoyur? Mən bir ölkədə repressiya olsun, adamlar tutulsun kimi bir istəyim yoxdur. Mən görürsünüz, təbii mən başqa görürsünüz, ondan əvvəl bir başqa şey deyirəm ki, adamlar gedib etirafçı olsunlar özləri. Görsün desin ki, mən bilməmişim, o vaxtlar mən cəlb ediblər, mən bu işi görürdüm. Dayandım mən, bir dövlətim, mən sənin qulluğundayım. Normal, onlar da nəzərə alsınlar bunu. Yəni, mən həmişə bu fikirlə çıxış eləmişəm. Hətta mən 2010-cu ildən sonraki çıxışların birində Azərbaycanlılar gedirdilər, Əl-Qaidə ilə zadla əməkdaşlıq edirlər o ortası. Xeyli adamlarımız getmişdi ora. Onlar haqqında belə parlamentdə çıxış elədim ki, bəlkə onları bir əhv verirlər ki, ölkəyə qayıdın. Bir qapı açılar ki, indi gəlsə dayısı dəyməyəcək. Həm ölməsinlər orada Azərbaycanlılardılar, həm də onlar imkan verə getsin Qarabağda savaşında, o Qarabağ həll olmamışdı. Həm də gəlməyəndən sonra əlimizdə tutarıq olsun ki, da sən gəlsən tutacaq. Yoxsa bu başdan sən gəlsən də, gəlməsən də sən biz cəzalandırıq desə, onlar qorxudan məcburi qalsın. İndinin özündə də mövqeyim budur. Yəni dövlətə xidmət etməyə qayıdarlarsa, dövlət də güzəşt edilər yəqin. Fəriz bəy, son olaraq bu sualı da verəcəm. Bu keçən dəfə bunun bir yazda var ya, çox diqqətimi cəlb ki, Azərbaycanla bağlı bu qara planda Rusiya ilə bir yerdə İran da fəaliyyət göstərir və orada əsaslanmışdı ki, xatırlayarsınız, Ali Bağzadə var idi, həbsdə də hal-hazırda, o İranın tərəfindəydi. Buradan da məsələn indi Ramiz Mehdiyevin işi üzrə həbs olunanlar özü daxil Rusiya və İran bir yerdə mi işləyir Azərbaycan əleyhinə? Baxın, sizin sualdan əvvəl mən bu mövzuya təxminən toxundum ki, Türkmənistan müqaviləsindən sonra zaten Rusiya və İran bu məsələdə ortaq davranırlar. Azərbaycanın zəif qalmasına maraqlıdırlar. Bu gün də çox prinsipal məsələlərdə mütləq şəkildə Rusiya İranın, İran da Rusiyanın yanında olur. Baxın, nə qədər Azərbaycan xoş münasibət saxlamağa çalışsa da dövlət səviyyəsində ki, Azərbaycanın dövlət siyasətində sıfır problemli qonşuluq siyasəti durur məsələnin kökündə. Amma İran hər dəfə bir bəhanə ilə işləri pozur. Elə bir vaxt olmuşdu ki, onlar tərəfindən mənfi bir şeylər olur. Çünki İranın institutlaşmış şəkildə bir münasibət var. Bugün İran iki daşın arasında az qalır, əzib dağılsınlar. Yenə Rusiya dəstək verir, şahat, nə bilim, dronları göndərir falan. Nədir bu? Bunların bir iş birliyi var ortada və Azərbaycana münasibətdədir. Nə vaxt ki, Azərbaycanın Ruslar sıxmağa çalışıblar, təzyiqlər olubdur. İran tərəfindən də oxşar hərəkətlər olub. Ya buradakı şəbəkəsi tərəfindən, ya bir hərbi manevrlər keçiribdilər, ya diplomatik korpusumuza bir təzyiqlər olub. Bunlar paralel şəkildə işləyirlər və mən hesab edirəm ki, Azərbaycanın kifayət qədər çox təcrübəli dövlət təhlükəsizlik xidməti var artıq. Peşəkarlardan, vətənpərvərlərdən ibarətlər və zamanla onlar özləri təsdiq elədilər və bu amilləri biz artıq burada müzakirə ediriksə, onlar çox da nəzərə alıbdılar və onların da zərərsizləşdirilməsi üzrə kompleks tədbirlər təbii ki, davam elətdiriləcək. İran-Rusiya bu həmrəyliyini dırnaq arasında deyil, qarşısını necə? Yəni dövlət necə qorumalıyıq? Dövlət təhlükəsizlik. Dövləti təkcə dövlətin hüquq mühafizə orqanları qoruya bildikmi? Təkcə dövlətin hüquq mühafizə orqanları qorumaz. Dövləti dövlətin hər bir fərdi qoruyur.
Dövlət bir babadır və hər bir vətəndaşına babalıq eləməyə çalışır. Bu bir ailədir. Dövlət böyük bir ailədir. Hər bir ailə üzvü kimin harda olmasına olmayaraq istəyir, bu hibrid müharibə gedir də. Təbliğatında görüşü şəbəkələr yaradırlar, yaxud da zərər verməyə çalışırlar. Siyasi partiyalarda, qeyri-hökumət təşkilatları da, siyasətlə məşğul olan adamlar da hakimiyyətlə, dövlətlə bu məsələdə əlbir şəkildə düşmənə qarşı mübarizə aparmaq. Bu müharibənin bir növüdür. Təşəkkür edirəm Fərəz bəy. Çox sağ olun, dəvətimi qəbul edib gəldiniz. Dəyərli Cəfət izləyiciləri, hər birinizə dərin təşəkkürümü bildirirəm. Bizi izləyirsiniz, baxırsınız, rəylər də yazırsınız. Təşəkkür edirəm yazdığınız rəylərə görə. Verilişi də bəyənin, paylaşın ki, daha çox insan yayımdan məlumatlı ola bilsin. Burada rəylərdən biri yazıb, Azərbaycan Xalq Cəbhəsi Sovet DTK-sı tərəfindən yaradılması deyilir. Fərəz bəy, bu fikrə münasibət bildirməsini istəyirəm. Bu qətiyyən doğru olmayan bir fikirdir. Azərbaycan Xalq Hərəkatı ilə bugünkü AXCP-ni qarışdırmaq lazım deyil. Azərbaycan Xalq Cəbhəsində mən təsis edən 63 nəfərdən biriyəm. Bugün AXCP adlanan yurt təşkilatının ki, odur, adını dəyişibdir. Tərkibində bir nəfər də olsa 63 nəfərdən təsisçi yoxdur. Yəni, bu təşkilatda içərisində o aparıcı adamlardan bir nəfər də yoxdur. Və üstəlik, Azərbaycan Xalq Cəbhəsində qiyməti Yazov bir vaxt vermişdi. 20 yanvarda Yazov gələndə deyirdi ki, mən Azərbaycan Xalq Cəbhəsinin strukturlarını dağıtmağa gəlirəm Bakıya. Azərbaycan Xalq Cəbhəsi, Xalq Hərəkatı mən nəzərdə tuturam, partiyalaşma dönəmini nəzərdə tuturam. Azərbaycanı müstəqilliyə qovuşduran bir təşkilatdır. Azərbaycan müstəqilliyi verməyib. Azərbaycan xalqı bunu alıbdır ki, 89-cu ildə ilin ən mübariz xalqı adını aldı. Azərbaycan Xalq Cəbhəsi ordunun quruculuğunu həyata keçirən, müstəqilliyi əldə edən, 88-ci il meydan hərəkatında 3 gündən sonra artıq müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılmışdı. Ona görə belə cəfəng sözlər demək təbii ki, heç bir əsası yoxdur və Azərbaycan xalqına müstəqilliyi, azadlığı verən Azərbaycan Xalq Hərəkatıdır. Onun aparıcı insanları da Azərbaycan xalqıdır. O vaxtlar Azərbaycan xalqının demək olar hamısı, əksəriyyəti burada iştirak edirdi. Çox kiçik istisnalarla kənarda qalanlar var idi ki, məsələn, parlamentdə də var idi ki, 43 nəfər SSR-dən ayrılmağı, müstəqil olmaq istəyirdi. Qalanları SSR-in saxlanmasından bağlı referendum keçirməyə və SSR-ni istəyirdi. Belələri var idi. Amma xalqın əksəriyyəti sözünü dedi və müstəqilliyə nail oldu. Bu tamamilə cəfəng bir fikir. Əli Kərimli, Ramiz Mehdiyev və Talib Bağırzadəni nə birləşdirir deyə bir sual. Bu İran-Rusiya məsələsindən danışdıq, ona görə yazdılar yəqin. O sualın cavabını yəqin ki, istintaq verəcəkdir. O sualın cavabı məndə deyil. Çox təşəkkür edirəm Fərəz bəy. Sağ olun, minnətdarım. Dəyərli Cəbhə TV izləyiciləri, biz həftənin 5 günü canlı yayımda oluruq. Bizi izləməyi unutmayın, verilişi də bəyənin, paylaşın. Eyni zamanda kanala da abunə olun ki, daha çox insan yayımdan məlumatlı ola bilsin. Həm də yayımları sizə bildiriş şəklində daha rahat gəlsin və siz bütün yayımları çox rahat şəkildə tapa biləsiniz. Sağ olun, növbəti canlı yayımlarda görüşmək ümidi ilə hələlik.